Oruç tutmaq az-susuz qalmaqdan ibarət deyil. Oruç tutmaq az-susuz qalmaqla yanaşı, görmək, eşitmək, dad bilmək, iy bilmək və toxunmaq kimi insanın 5 hiss üzvü də oruç halında olmalıdır. İnsan gözünü Allahın ona haram etdiyi şeylərə bağlamalıdır. Qulağını və dilini qeybətdən və Allahın ona qadağan etdiyi şeylərdən qorumalıdır. İnsanlar orucun həqiqətinə diqqət etsələr, cəmiyyətdə fəsadın qarşısını almış olarlar. Qeybətin cəmiyyətdə zərəri o qədərdir ki, Allah Taala qeybət edənlərə belə xitab edir, belə buyurur: Bir-birinizin qeybətini etməyin, məgər sizdən biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? Taalanın qeybət edənlərə belə deməsi qeybətin nə qədər böyük bir günah olduğunu və cəmiyyətdə nə qədər fəsada yol açmasını göstərir.